Yəni bugün bazarda bu qiymətə, bu ölçülərdə heç bir alternativi yoxdur bu avtomobilin. Ehtiyat hissələri minimum səviyyədədir. Təsəvvür edin ki, biz 50 dənə pikap satırıq. Sırf buna görə biz servis açırıq və burada 20 nəfər adam işləyir. Bunun pulu hardan çıxacaq? Nəticədə ya obyektlər bağlanır ki, bugün çox şahidi olursunuz bunun. Məsəl üçün bugün necədir? Tutaq ki, adam Gəncədə yaşayırsa, amma orada servis olmadığına görə nə deyirlər? Deyirlər ki, maşını götürün, gəlin Bakıya. Çünki bizim rayonda servisimiz yoxdur. Düzdür, bu ən ciddi problemlərdən biridir. Amma bizi digərlərinə səhv salmayın. Biz grey importer deyirik. Bu dediyim iş rəsmi təmsilçilik işidir. Biz zavodla birbaşa da əlaqədəyik. Dostlar, ilk öncə istəyirəm ki, sizin Ramazan ayı münasibəti ilə təbrik edeyim. Allah orucunuzu qəbul etsin. Allah bütün dualarınızı qəbul etsin. Bu videoda sizə ümumiyyətlə istər arxamda gördüyünüz pick-up, istərsə də 212 olsun və bundan əlavə hansı avtomobillərlə bağlı sizə hansı xidmətlər göstərəcəyik və 212 nə vaxt gələcək, arxadakı pick-upın özəllikləri nədir və ümumiyyətlə biz hansı xidmətləri göstəririk və inşallah ki, göstərmək niyyətindəyik sizə bu haqda məlumat verəcəm. Deməli, 212 inşallah təqribən gələn həftə Bakıda olacaq və mən onu sizə ayrıca geniş 3-4 video şəklində çəkəcəm. Çünki niyə? Bilirsiniz ki, o off-roaderdir və onun istəyə uyğun yığılması məcburiyyəti var. Bütün verilən suallar hamısı mənə daxil olub. Bütün suallarınıza ayrı-ayrı cavab verməkdən ötürü o videolarda sizə geniş məlumat verəcəm. O ki, qaldı ki, arxadakı pick-up da bizim təklif etdiyimiz məhsullardan biridir. Dostlar, nəyə görə bəzən mən müxtəlif maşınlarla sizin qarşınıza çıxıram, onu sizə deyim ilk öncə. Azərbaycanda doğulmuşam, Azərbaycanlıyam. Mən eyni zamanda uzun illərdir ki, bilirsiniz ki, avtomobil sahəsində, avtomobil xidmət sahəsində işləyirəm. Və buna görə də mən aşağı-yuxarı bilirəm ki, bizimkilərin nəyə ehtiyacı var və onların işin hansı avtomobil görə bilər və hansı qiymətə və hansı xidmət şərtləri ilə. Və buna görə də artıq bir ildən çoxdur ki, müxtəlif avtomobillər arayışındayıq. O cümlədən dar segment olan pick-updır, yük maşınıdır və yaxud da ki, off-roaderdır. Bunlar haqqında geniş araşdırma eləmişik və nəticə etibarilə arxada gördüyümüz pick-upın üzərində fokuslanmışıq. Deməli, nədir bu avtomobil? Bu avtomobil digər avtomobillərdən fərqi odur ki, bu demək olar ki, Ford F-150 boydadır. Demək olar ki, yəni düşünün ki, nə qədər böyük bir avtomobildir. Bir çox şirkət və təsərrüfatda işləyən insanlar onlara çox böyük arxa həcmə ehtiyac var. Yəni onların böyük yük götürmə qabiliyyəti və eyni zamanda daha çox həcmə ehtiyac olur. Bəzən görürsünüz ki, məsəl üçün hər hansı bir yüngül bir materialdır, amma o uzundur. Onu qoyacaq bir yer tapa bilmirlər. Ona görə də bizim pick-upın üstünlüklərindən biri odur ki, 2 metrəyə yaxın tolka arxa yük götürmə yerinin uzunluğu var. Demək olar ki, 2 metrəyə yaxındır. Bundan əlavə, bunun üstünlüklərindən biri də odur ki, pick-upların əksəriyyətinin arxası kiçik olur, dar olur və orada ailə və yaxud da ki, digər sərnişinlər üçün narahatçılıq olur. Bu pick-upda isə arxa normal SUV kimidir. Yəni oturacağın bucağı belə dik deyil. Arxaya əyilir və ona görə siz uzun yollarda belə bundan narahatçılıq çəkmirsiniz. Üçüncü bir variant. Deməli, bu avtomobillərin qiyməti. Avtomobilin qiyməti bazarda ən ucuz qiymətdir. Bu mənim üçün çox vacibdir ki, mən bunu sizə xüsusilə bildirim. Avtomat korobkanın qiyməti 42 min manatdır. Avtomat korobkalı full versiyanın qiyməti 42 min manatdır. Manual korobkanın, yəni mexaniki korobkanın qiyməti isə 38 min manatdır. Yəni bugün bazarda bu qiymətə, bu ölçülərdə heç bir alternativi yoxdur bu avtomobilin. Bundan əlavə ehtiyat hissələri. Dostlar, ehtiyat hissələri minimum səviyyədədir. Yəni biz bunun üzərinə demək olar ki, heç bir kar marjası qoymuruq, heç bir kar qoymuruq biz bunun üzərinə. Biz çalışırıq ki, müştəri məmnuniyyəti yaransın və eyni zamanda biz xüsusi servis ideyası istifadə edirik. Məsəl üçün, onu mən əvvəlki videolarımda sizə demişdim, nəyə görə Azərbaycanda bir çox servislər zədələnir və onların qiymətləri günü-gündən artır və müştəri narazılığına səbəb olur. Səbəb ondan ibarətdir ki, bəzən görürsünüz ki, 50 dənə, 60 dənə maşın satırlar, amma elə bir
servis kirayəyə götürürlər ki, elə bir salon kirayəyə götürürlər ki, o salonda, o servisdə xərc çoxdur. Yəni işçi sayı, siz özünüz bilən düşünün. Təsəvvür edin ki, biz 50 dənə pikap satırıq. Sırf buna görə biz servis açırıq və burada 20 nəfər adam işləyir. Sizcə bu doğrudurmu? Bunun pulu hardan çıxacaq? Sizcə 50 dənə pikapdan və yaxud da hər hansı bir X maşından nə qədər pul əldə etmək olar ki, o servisin, o salonun pulu rahatlıqla çıxsın? Bu mümkün deyil. Bunun nəticəsi iki cür olur. Nəticədə ya obyektlər bağlanır ki, bugün çox şahidi olursunuz bunun, ya da ki, qiymət şiddətli artır. Yəni xoşagəlməz bir qiymət olur. İstər servisin, istər ehtiyat hissəsinin, istərsə də avtomobilin. Bundan yayınmaqdan ötürü biz sizə xüsusi bir yol təklif edirik. Xüsusi yol nədir? Deməli, mən əvvəlcə də sizə demişdim ki, mən Azərbaycanda demək olar ki, işləyən bütün servisləri, bütün mağazaları tanıyıram və onların çoxu ilə də uzun müddətli əməkdaşlığım olub. Mən onların hər birindən xahiş eləyirəm ki, onlar bizim servisimiz olsun. Yəni, məsələn deyirəm, tutaq ki, 30 dənə maşın satılıb. Bu 30 maşından əgər ki, biri bugün oturduğum servisə gəlirsə, o zaman ona xidmət göstərilir. Əgər gəlmirsə, bu servis onsuz da işləyirdi. Yəni, bu servisin xərcini biz öz öhdəlimizə götürmürük. Biz sadəcə partnyorluq edirik. Əgər ki, gəlirsə bura servis, biz buradakı əməkdaşları avtomobilin zavodu ilə əlaqədə olaraq müxtəlif treninqlər keçirik və o artıq burada mütəxəssis olur. Yəni, o bizim avtomobillərə baxa bilir. Yox, əgər siz sabah desəniz ki, mənim avtomobilim Gəncədədir, mənim avtomobilim Şamaxıdadır, o zaman biz oradakı partnyorumuzla əlaqə saxlayıb da sizi, əgər maşınınızda nəyəsə olsa, onda biz sizi Bakıya çağırmırıq. Məsəl üçün, bugün necədir? Tutaq ki, adam Gəncədə yaşayırsa, amma orada servis olmadığına görə nə deyirlər? Deyirlər ki, maşını götürün, gəlin Bakıya. Çünki bizim rayonda servisimiz yoxdur. Düzdür, bu ən ciddi problemlərdən biridir. Əsasən təsərrüfat sahəsində işləyən müxtəlif zavodlar, fabriklər və yaxud da ki, hər hansı bir elə kiçik ailə biznesi olsun, bu çox əziyyət verici bir şeydir. İnsanlar buna görə durub Bakıya gəlmək məcburiyyətinə qalır. Amma yenə də deyirəm, sağ olsun bütün tanışlar, bizə hörmət edənlər, biz sadəcə onlarla tərəfdaşlıq eləyirik və onlara öyrədirik. Və əgər ki, hər hansı bir xəta baş verərsə, oradakı usta onsuz da Bakıdakı daha təcrübəli olan usta ilə əlaqə saxlayır və Allah'a şükür bugün telefonla video kollar, nə ürək istəyir eləyə bilirik. Sanki biz oradaymışıq kimi o avtomobilin xətasını aradan qaldırırıq və beləliklə minimum qiymət, maksimum xidmətə yüksəlik. Bu eyni şey 212-yə də aiddir. Eyni şey digər avtomobillərə də aiddir. Məsəl üçün bizim müxtəlif yük MPV-lərimiz var. Buyursunuz ki, bu dar bir segmentdir. Bunun elektriklə işləyəni var, qazla işləyəni var və eyni zamanda yanacaqla, benzinlə işləyənləri var. Və bu avtomobillərin ehtiyat hissələrini, mütəmadi olan servislərini biz sizə öncədən bildiririk. İstər şirkət olsun, istər fiziki şəxs olsun, biz bu avtomobilləri öncədən bildiririk. Nəyə görə? Çünki burada qorxacaq, çəkinəcək bir şey yoxdur. Mənim dediyim kimi, bizim qoyduğumuz ortaya konsept ondan ötürüdür ki, müştəri rahat olsun. Əgər müştəri rahatdırsa, onda biz də rahatıq. O zaman iş gedir. Yox, əgər müştəri narazıdırsa, onsuz da 6 aydan sonra, 1 ildən sonra bu obyekt və yaxud da ki, bu təşkilat, nəyəcə sizə xidmət göstərən insanlar bağlanır. Amma bu hadisə olmasın deyə biz çalışırıq ki, minimumdan gedək. Minimumdan getməkdən ötürü də özəl obyekt açmağa ehtiyac yoxdur. Nə qədər ki, insanlar işləyir, bizlə tərəfdaşdır, artıq biz onların professionallığına əminik, bizsiz də onsuz da onlar işləyirdilər, biz onlarla əməkdaşlıq edirik və onların servisində sizə həm xidmət olunur, həm də əgər yer varsa, hər hansı bir avtomobil orada sizə göstərilə bilər. Verdiyimiz xidmətlərdən sizə deyim, yük avtomobillərimiz var. 800 kilo, 1,5 ton, 2 ton elektrikli və benzinlə işləyən, avtomat sürətlər qutusu ilə işləyən və eyni zamanda mexaniki sürətlər qutusu ilə işləyən. Əgər ki, kiminsə bu cür avtomobillərə də marağı varsa, eyni zamanda biz bunları soyuducu ilə də təmin edə bilirik, soyuducusuz da edə bilirik, arxası bağlı da ola bilər, arxası açıq da ola bilər. İstəyə uyğun biz bunların hamısını sizə xidmət olaraq göstərə bilirik. 212 məsələsi isə 212-də də hər şey çox şəffaf olacaq. Bir həftədən sonra inşallah ki, eyni ilə belə daha geniş, daha 3-4 dənə bəlkə ardıcıl video olacaq 212 haqqında. Çünki yenə deyirəm, suallarımız çoxdur. Biz sizə onun ehtiyat hissəsindən tutmuş, onun zavodda sizin üçün özəl qurulmağına qədər. Çünki 212 bilirsiniz ki, o offroaderdir. Onun xüsusi amortisator sistemi var, nitrojenli və yaxud da ki, onun xüsusi təkərləri olur, diskləri olur və eyni zamanda xüsusi əlavə
aksesuarları var və bundan ötürü siz gəlib o avtomobili öz istədiyiniz kimi yığdıra bilərsiniz. Amma bizi digərlərinə səhv salmayın. Biz Grey Importer deyirik. Bu dediyim iş rəsmi təmsilçilik işidir. Yəni rəsmi distributor. Yəni biz zavodla birbaşa da əlaqədəyik. İnşallah ki, o vəzifə bizim üzərimizdə olduğu müddətdə, o budcanı biz daşıdığımız müddətdə biz bu vəzifəni sizin üçün böyük həvəslə eləməyə məmnun olarıq. Deyir ki, mən bəndə-i Quranəm, əgər ki can darəm. Yəni deyir ki, nə qədər ki canım var, mən Allaha qulam. İndi nə qədər ki yaşayırıq və istəyirik ki, sizə xidmət göstərək, canımız olduğu müddətcə sizə maksimum xidmət göstərməyə çalışacağıq ki, sizin işimiz rahat olsun. Və yenə də deyirəm, minimum qiyməti saxlamaqla, istəyir arxamdakı pick-up olsun, istəyir digər yük maşınları olsun, MPV olsun, biz segmentində ən uyğun qiyməti, ən uyğun ehtiyat hissəsi və servisi təqdim edirik və yenə də deyirəm, əgər korporativ bir müştəri olarsa, o rayonda olarsa və yaxud da ki, digər şəhərlərimizdə olarsa, biz ona lokal bazarda, ona ən yaxın yerdə partnyor servisimizlə əlaqə saxlayıb onun üçün xidmətləri orada edə bilərik. Yəni Bakıya gəlməyə xüsusilə ehtiyac yoxdur. Dostlar, yenidən bütün hamısının üzərindən keçmək istəyirəm. İstər 212 olsun, istər pick-up olsun, arxada gördüyümüz, istər yük maşınları olsun, istər MPV-lər olsun, istər sərnişin MPV, yük MPV-si, elektrik avtomobillər olsun. Bunların hamısının ideyası odur ki, maksimum uyğun sizə xidməti təqdim etmək. Yoxsa ki, 200 manat alaq sizdən maşın sifariş edək, zavodla heç bir əlaqəmiz olmasın, problem çıxsın. Amma bizdə ideyamız odur ki, biz maksimum dərəcədə sizə birbaşa zavoddan, özəlliklə bunu deyirəm, birbaşa zavoddan dəstək verməyə çalışırıq və qiymətimizin ucuzluğu, ehtiyat hissəsinin ucuzluğu həm zavodla birbaşa əlaqəmizə görədir, həm də konseptimizə, ideyamıza görədir ki, biz partnyorlarla işləyirik. Biz bundan ötürü xüsusilə əlavə xərclər, böyük servislər, böyük satış yerləri götürmürük. Yəni, bunun üzərində işləyirik. Düşünürəm ki, fikrimi sizə izah eləyə bildim. Bu qədər. İnşallah ki, əgər sualınız varsa, məlum e-maillə yaza bilərsiniz. Bundan da əlavə, inşallah bir həftə sonra o çox gözlədiyimiz 212 ilə sizə bir video, hətta bir neçə video çəkəcəm inşallah və bütün suallarımıza orada cavab verəcəm. Bu qədər. Sağ olun.